gözyaşı akıttım Giləsidən İlahiden bitti bu dəngilədən Bari həm bəhəri getdi əldən Birazca da döz, döz, döz Birazca da döz Ne kadar sürecek bu baş adamın Elinden araya kaçamay zaman Aman isteyene vermirsen aman Eğer döz değilsen birazca da döz Birazca da döz, döz, döz Birazca da döz Aman isteyene vermirsen aman Eğer döz değilsen birazca da döz Birazca da döz Birazca da döz Gözüm göre göre damıldı hakkım Neçə yol qurbanı oldun haqqın Bərk tut ətəyindən tutduğun haqqın Birazca da döz, 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 döz Güzel. Hörmətli tamaşaçılar, ipucu gedə-gedə detektivimiz özünü çatdırdı. Qeyd edeyim ki, qızılın qiyməti qalxdıqca onun toylarının qiyməti də qalxır. Qızıl şlager, qızıl detektiv Faiq Ağayev. Teşekkürler. Ne güzel. Faik Bey. Demeyin ki güle-güle gecikmişsiniz. Ay, ay, ay. Hem de güle güle geciktim. Çünkü hanımlarımıza öten efir bir hatırlatma geldi ki döner Gülhə deyiləmişdi. Dedim bəs mənə nə gəlib? Mən yanımda otururlar. Neçə efirdir, əzizlərimdir, dostlarımdır. Elə istəyirsən məndən başlayaq, hə, danışım. Nigar baxım. Qızıl şlager, qızıl gül verər də. Hə, adə məsələdir. Hörmətli detektivlər, ipuçlarını dinlədiniz. Təbii ki, çıxışı izlədiniz. Buyurun elə Faiq Bey sizdən başlayaq. Mikrofona sizdədir. Qırat bizi heyrətləndirir, artıq neçənci efirdir. Bax, biz efirlərin birisi hətta falset səsi idi. Burada qızğın müzakirə gedirdi ki, bəy ifaçıdır, xanım ifaçıdır. Çünki səsə hakimdir Qırat. Və bugünkü bu mahnını belə ifa etmək üçün, bu gözəl notları səsləndirmək üçün bir daha təsdiqlədi ki, gərək ki, Qıratın çox gözəl vakalı olsun. Eşq olsun. Çox heyrətləndirdi də, çox. Deməli, mənim zənnim məni allatmır. Bravo. Coşkun. Bravo. Profesör, Bravo. Mananadır. Ya. Ha? O keçdi, keçən veriliş keçdi. Hörmətli Qırat, sən neynədin? Sən Xumar Qədimovanın repertuarına müraciət elədin və biz yeni bir nəfəs eşitdik, yeni bir interpretasiya eşitdik, yeni bir musiqi eşitdik. Halal olsun sənə, çıxışın möhtəşəm idi. Layiqi yerindəsən. Bu əlbəttə ki, əgər icazə versəydiniz, bu xəyyam Mustafazadədir.
Mən istərdim ki, xüsusi olaraq Coşqun bəy bir alqışlayaq. Çünki peşəkarlıq budur. Hər Çox sağ ol, dəfə çox bir sağ ol. geyimdə, hər dəfə bir Təşəkkür obrazda edirəm. gəldi. Bir dəfə Təşəkkür edirəm. teenager obrazındaydı. Bir dəfə qraf kimi gəlmişdi. Bir dəfə kovboy. Bir dəfə sensei. Drakula. Möhtəşəmsiz. Aktyordur da, aktyor. Adam aktyordur da. Murat, siz də detektivsiz. Buyurun. Təşəkkür edirəm. Boş vaxtlarımda detektivəm. Mən bir şey deyim. Fəxri variantını dedik, danışdıq, çürütdük, qoyduq bir qırağa. Bu günləri mən nədənsə Mərdanı yenidən eşitməyə başlayıram səhnədə. Və əziz tamaşaçılar, siz heç Samir Cavadzadənin ifasında Xumar Qəddimova parodiyasını eşitmisinizmi? Eşitsəydilər, Allahım. tamaşaçılar eşitsəydi 10 qat bundan güclü alqış səslənər. Bəli, bəli. 10 qat. Düzdür, səhnədə parodiya deyildi. Amma bu nəğmənin özü, çünki Samir özəlliklə bu nəğməni parodiya edir, bu nəğmənin özü mənim ağlıma Samiri gətirdi. Və ötən həftəki ipucularına baxıram. Bizə demişdi ki, yuxumda bir qadınla uzun müddətli, röyamdan bir qadınla uzun müddət yaşayan böyük bir duetə imza atmaq filan. Bu da Deyin ki, ona. Bəli, Samir röya duetinə eyham idi. İndi bütün ipucularını bir-bir yada sala bilmirəm, danışdıqca çıxacaq. Elə istəyirəm ki, ya Samir, ya Elnur olsun. Çünki bizim doğrudan da versiyamız yoxdur. İki dənə qardaş var idi. Eurovision'da. Eurovision'da. Tural. Turan. Hə, Tural. Kimsə onlardan ola bilər. İnanmıram. Yox. İnanmıram. Bəlkə Fəxrinin yanındakı ilkindir. Dövlətov. İlkin Dövlətov. Xəsəni. Yox, İlkin Dövlətov. Dövlətli oğlan. Murada baxın, Murada necə fikirləşir. Pərişan olmuşam. Yaxşı, gəlin biraz da kömək eləyək də. Buyurun Kamilə, nəsə əlavəniz varsa buyurun. Bizə təqdim edən kimi biz o dəqiqə biləcəyik. Bugünə qədər bəyən bilməmişik. Görün nə qədər maskaları açdıq. Hamısını açıblar. sərrast Hamısını irasət- tapıblar. Tərs mərsəl Hamısını çıxdı. tapdıq. Bax, bizə bu dəqiqə o ipucu lazımdır ki, Doğru yalan. bəli, o dəqiqə tapaq. Kimdir? At, özün haqqında birinci məlumatı söylə. Popumuz var verilişinin qonağı olmuşam. Ayda, yox da. Popumuz var verilişinin qonağı olmuşam dedi. İkinci məlumat. Evdə tək filmi ilə yaşıdam. Evdə tək filmi ilə yaşıdam dedi. O dedi ki, popumuz var verilişinin qonağı olmuşam. Evdə tək kinosuyla yaşıdam dedi. Murad, kimdir bu? Mən bir dənə 87 ya 90. Adin Doğmanın bir dənə çıxış ilini baxım dəqiqləşdirim. Deyəsə 88 ya da 90 nəsə belə bir şey. Çünki 90'larda. mənlə eyni yaşdadır Adin Doğma. Yo, ola bilməz. 90'ların Məndən Sən neçə əvvəli. yaşın var? Mən 180. Sən ayıb deyil. Xanımdan yaş soruşarlar. Ay Murad. 45. Dostdan sonra Sən şurada deyəsən O detektivliyə salıb 1980-cı ildən onu da öyrənmək istəyirsən. 88 idi ya da ya 80'lərin sonu ya 90'ların Ya əvvəli 89. idi. Yo, evdə tək filmi dostlar. Gəlin mən sizə deyim də. De. Demək 2 dənə evdə tək filmi var. 2 dəfə çəkilib. Sən mənə zəhmət deyilsə Donald Trump çəkiləndi. Biri 1990-cı ildir. Aha. O birisi isə 1992-dir. Deməli Birinci- 90 ya 92'də. İndi gəlin Fəxri İsmayılovun doğum tarixini mən sizə deyim. Bir saniyə. Tələsmirik. Gəlin Çox baxaq. tələsmirik. Araşdırırlar. Fəxri Murad Arif bizim muhasibətə baxır. Muhasibat hiss et. məsələsində. də şura var idi. Neçənci ildir? Məşhur şura. Fəxri İsmayılov 1995-ci ildir. Ay, uyğun gəlmədi. Bu versiya 95'dir. Bu versiya rəhmətə getdi. Fəxri heç vaxt mənim qonağım olmayıb. At Fəxri deyil. Heç olmasa bunu tapdıq. Xəyyamı yaz ora. Xəyyam. Bizə Əhsən ağa biz tapdıq ki, o Fəxri deyil. Tapdıq ki, bu Fəxri deyil. Ura! Nəhayət. Ürəyimə bir daş düşdü. Eşq olsun bizə. Dostlar, alkışlayın Əslində, bizi. əziz tamaşaçılar, detektivlər sevinməlidirlər ki, tapdıq. Onlar sevinirlər ki, heç olmasa bu deyil. Gəlin qaçaraq fikirləşək ki, vokalçı güclü kimdir bizdə? Biabırçılıq. Mərdan Kazımov 94-cü ildə doğulub Yox. və popumuz varda da heç vaxt olmayıb. Bu Mərdan deyil. Ura! Bu Mərdan da Murad, deyil. siz nə xə dediniz? Gəlirəm, bir dəqiqə deyəm. Samir Cavadzadə Siz dediniz ikinci neçənci səs 94-də çəkilib də. Kimi eyni yaşda.
Eyni dinozavr İndi bir dənə vaxtlarında Çingiz qalmış. Mustafayevi yoxlayırıq dostlar. Heç kim tələsmir. Tələsmirik ki. Beləliklə Çingiz Mustafayev 91-ci ildə olub, doğulub. Yaxındır, hə? O Yaxın o deyil də. ikinci film hazırlananda. Popumuz var verilişində. Amma Popumuz var da amma olub. Çingiz Mustafayev qonağım olub, popumuz var da. Samir Elnur variantı çıxır. Onlar da 90-da 92-də qonağım olublar. Hə. Sonra variantlar deyin belə çıxar. Cima, Həyyamı deyirəm ki. Xəyyam Mustafazadə nə qonağım olub verişimdə, Aha. nə də ki 87-ci ildən də adam. Demək bu Xəyyam Mustafazadə deyil, Mərdan deyil, Fəxri deyil. A professor. A. Çingiz sən ata olmusan, bəs biz bunu niyə bilmirik ay Çingiz? İsrafil, oğluma toy elirsən, çağırmırsan? Murat, Teşekkürler Gəlin Çingiz Murat. Mustafayevi təbrik edək onda. Coşkun. Nə barədə? Ha? Coşkun Bey. Ata ol. Bilmirik. Bəlkə fala baxasınız. nəyə baxaq? Fala baxsın da artıq. Onlarda var axı, onlarda var. Yəni geyimi ilə falan bəlkə. Götürməmişəm, aksesuarları götürməmişəm. Sən Qara də şamdır. gəlirsən, gətir də O onları da. köhnə filmimizdə var idi. Elədiyimi eləmişəm onu. Rəvlatıram, fala O baxıram. elədiyimi eləmişəm sizə. Da Murad, bəs döngədəki Fəridin təvəllüdü neçədir? Vallahi bilmirəm. Bax da. Onu Wikipediyada da yoxdur, Yoxdur. çıxmayacaq, yox. Niyə? Bilirəm ki, çıxmayacaq. Coşkun, son İsmail. təxmininiz. Kimi deyirsiniz deyin, manana demin. Xahiş edirəm. Yox, təxminlər deməyəcəm. Yox, Malalan daha deməyəcəm. Elvin Buyurun. Babazadə var idi, Çingiz Mustafayev var idi. Bir dəqiqə Elvin Babazadəni yoxlayaq. Qonağın olmuyor. Sonra İlkin var idi, Mərdan var idi. Mən laf Afaq Bəşir qızı yaşlı eynəkli adamda veririk. Aha. Ya, tosibo. Murad at qutarır ha tez elə. de- Sonra amma verilişində Xəyyam olmuyor. Mustafazadə Olmuyor. var idi. Amma mən yenə Buyurun Coşkun Bey, öz təxminim təxmininiz. Sən niyə elə Elvin Buyurun. Babazadə. durmusan? Elvin Babazadə. Zəndə deyə bu adam. Baxın zen göstərir bizə. Kamilə xanım. Elvin Babazadə 92-ci ildə doğulub. Evdə tək filmi çəkilirdi. Kamilə xanım. Üstünə düşün. Onda sənin Kamilə verişində Babayeva. olur. Yox, Təxmininiz. olmuyor. O yalanı bu doğru. Amma Elvin ola bilər ha. Kamilə Elvin, xanım. Elvin Babazadə. Kamilə xanım. Bax, aha, gəl sənə bir söz deyim. Gördün, mənim Hacı. versiyam doğrudur. Murada dedim, gir orada telefonda bax Wikipediyaya baxmadı. Sənə deyir, amma heç kimə demə, eşitmirdi də özü, yox. Yox. Hə, mən dedim ki, Fəridə bax, döngə qrupundan. O da baxmadı. Bilir ki, tapmışam. Fərid bilir. Məmmədov. Bəli, bəli. Son təxmininiz. Faiq Ağayev. Mənim elə xoşum gəldi bu Elvin Babazadə versiyasından ki, professor. Sağ ol, akademik. Elə xoşum gəldi. Mən dəstəkləyirəm. Elvin Babazadə. Elvin Babazadə. Nigar Camal. Nə Fəxridir, nə Elnurdur. Kim? Özüm bilmirəm. Çox sağ olun. Təşəkkürlər, əla versiyadır. Murad Arif. Son təxminim Popumuz Varda olan iştirakçıdırsa Çingiz Mustafayevdir. Popumuz Varda olmayan iştirakçıdırsa Elvin Babazadədir. Təşəkkürlər, minnətdarıq. Gəlin atımızı yormayaq və onu yola salırıq. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Qırat maskası arxasında kimdir?